Sadece bilmeyenler için deyim ki, bura bizim Novruzlu kəndinin kənd qəbirstanlığının giriş qapısıdır. Sağ olsun Zabil Paşa, idarə heyəti, ümumiyyətlə kənd cəmaatı yığışıb, toplaşıb, cəmləşib belə bir şərait yaradıblar hələlik. Bu hissədə də hündür bir dağ kimi bir yer var idi. Yaxşıca düzəldiblər, düzənlik yaradıblar, çox gözəl şərait yaradırlar. İnşallah çalışacaq ki, getdikcə daha yaxşı şəraitdə yaransın. Artıq görürsünüz, yəqin ki, operatorumuz göstərir. Kənd qəbirstanlığını ziyarət eləməyə gələnlər də var. Çox gözəldir, çox əladır. Adamın ürəyi açılır. Baxmayaraq ki, qəbirstanlıqdayıq, adamın ürəyi açılır ki, artıq kəndə gediş-gəliş başlayıbdır. Bir dənə o tərəfi də götür, gəl. Oradan da kəndin qəbirstanını ziyarət eləməyə gəlmək istəyənlər var. Belə. Buranın adamlarını sayısızdır. Yaxşı olur. İctimai birliyimiz, yəni Novruzlu cəmaatı, kənd cəmaatının köməkliyi ilə iki maşında qravil tökülübdür. Sadəcə bu qravili yaymaq lazımdır. Yaymaq üçün bizə kömək lazımdır. Mən buradan səslənirəm kəndimizə, elimizə, obamıza, birlik üzvlərinə, tək birlik üzvlərinə yox, ümumiyyətlə Novruzluya, Novruzlu cəmaatına. Kimin vaxtı olanda imkanlaşsın, gəlsin, kömək eləsin. Burada işlərin böyük əksəriyyəti əl işidir. Əl işinə də kömək lazımdır. Keçmişdə buna iməclik deyirdilər. Gəlin, əl-ələ verək, köməkləşək, bu işləri görək. Qavaqdan qış gəlir, payızın yağışlı günləri gəlir. Bu işləri nə qədər tez yekunlaşdırsaq, o qədər yaxşıdır. Allah bu qəbirstanlıqda yatanlarımızın hamısına rəhmət eləsin. Amin, amin. Rəhmət olsunlar hamısı. Nə qədər ki, bu köşkünçülük dövründə də qıraqda dəfn olunanlarımız var. Allah hamısına qəni-qəni rəhmət eləsin. Amin. Allah tezliklə öz torpaqlarımıza məskunlaşmağı hər birimizə Allah qismət eləsin. Onu da deyim ki, Əkrəm, bizim kənd qəbirstanlığı elə 30-35 il bundan qabaq giriş qapısı hardaydı, o yerinə də qoyulubdur. Bunun özü də çox gözəl bir şeydir. Yəni, izimizi itirməmişik. Həmişə buradan girmişik, ölənlərimizi, rəhmətə gedənlərimizi bu yolla aparıb dəfn eləmişik, davam eləyir. Yaxın vaxtlarda da yəqin ki, Cənab Prezidentin sayəsində bu yaxın yerlərdə kəndimizin bünövrəsi qoyular inşallah gələn ildən. Yenə də elə cəmaatımız, elimiz, obamız rəhmətə gedənlərimizi inşallah gətirib burada da dəfn eləyərik. İnşallah. O həmşehri obamıza toy qismət olsun. Amin, amin. Gedək. Sağ olun. Rəhmətləri ziyarət edelim. Allah hamısına rəhmət eləsin şəhidlərimizə. Burada yatanlarımıza hamısına Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amin. Qəhrəman şəhidlərimiz. Kəndin, elin, obanın şəhidləri. Şəhid Kavruqcavan. Biz ona qalib deyirdik. Qalib deyirdik. Bu rəhmətli ilə mənim yoldaşlığım da olubdu Mingəçevirdə. Çox gözəl insan idi. Onun elə bir səsi var idi, elə bir avazı var idi ki, o oxuyanda inan ki, o deyirlər, göydə bülbüllər, quşlar dayanar. Bax, o dərəcədə çox zil səsi var idi. Ruhumuz şad olsun, gəlmişik sizi yad eləməyə. Allah qəm-qəm rəhmət eləsin sizə. Ərəstin qardaşımız, həqiqətən çox qəhrəman, ilgit bir qardaşımız. Mən yaş fərqimiz biraz böyük olsa da məndən rəhmətli qardaşımız, amma uşaq olsam da o vaxtda çox gözəl xatırlayırdım. Onun həqiqətən çox mərd, cəsur bir hərəkətləri vardı. Özünü də döyüş müddətində də göstərmişdi. Allah qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah atasına da rəhmət eləsin. Atası da yaxşı kişi idi. Bəli. Rəhmətliyin elə bir dənə Xocalıq hadisəsində vertolyotla ora getməsi, orada dünyası dəyişənlər, orada o müsibətdən həyatını itirənlərin
orada cənazələrin oradan çıxarılması həqiqətən də bu igid qardaşımızın çox böyük orada köməkliyi olmuşdur. Allah qəni-qəni rəhmət Ruhu eləsin. şad olsun. Amin, amin. Bizim bu gözəl cütlüyə də Allah qəni-qəni rəhmət eləsin. Abil qardaşımız, bir də Rəfiqə bacı. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Hər iki şəhidimizə Allah rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Allah şərəmanə edər, qəni-qəni rəhmət eləsin. Amin. Yaxşı. Bu da rəhmətli Ciqan. Allah sana rəhmət eləsin Ciqan. Allah rəhmət Yerin görüşdə olsun. eləsin. Adın hədiyyə. Zülfüqar idi, elə adı Zülfüqardır. Hamımız Ciqan kimi deyirdik. Bizim həqiqətən də pəhləvan cüssəli bir gidimiz idi. Allah qəni-qəni rəhmət eləsin. Bu da bir şəhidimiz. Yerləri behişdə olsun. Amin. Hər birimiz. Bax, nə qədər indi bu da dünyasını dəyişənlərimiz, burada uyuyanlar, hamısının yeri behişdə olsun. Qəni-qəni rəhmət eləsin. Bu şəhidiniz Mərzili uğrunda döyüşlərdə şəhid. Bəli. Bir dəfə yaralanmışdı. Yaralı olduğuna baxmayaraq Sırxavətdə yaralandı. Döyüşə qatılmışdı. Yəni o sakit duran deyildi. Yəni həmişə özün qabağa atan, yəni mərdliklə vuruşan. Sırxavətdə ermənilər bir dənə ofisirini öldürdü. Atıb. Durub ayağa qışqırıb ki, vurdum. Onda yazıq ağzından atmışdılar. Dişləri tökülmüşdü. Bir də qayıdıb yenə Mərzili. Təzədən Mərzilidən tankın üstə nə qədər əskər var, hamısını qırmışdı. Tank snaryadu ilə vurmuşdu bunu. Bunun bir əlin, bir ayağını tapdıq, dəfn elədik. Allah rəhmət. Allah rəhmət eləsin. İslam, bu da Şəkürə xala. Allah rəhmət eləsin. Bağmangilin anası, bizim qonşumuz. Allah rəhmət eləsin. Hər birinə, hər birinə. Yəni, Burada uyuyanlar, nə qədər hər birinin Allahdan rəhmət diləyir. amin. Hər birinin. Hamısına Allah rəhmət eləsin. Bu baxalar. Ay gözəl insan. Gördüğünüz aynı yoldaşı değil, Karmulçalan Aydın anası. Çox, Hədə sizin daha yaxın. laf qohumdur. Atamın maması qızıdır. Allah rəhmət eləsin. Yəni, Yaxşı həmçinin. insan. Allah rəhmət eləsin. Ləyaqlı bir kadın. Bu da mənim sinif yoldaşım Paşanın anası. Öyle değil mi? Şirin olmak, Gülara. Paşanın, Resul'un anası. Bəli. Gülara xala, Yusufdan yoldaşı. Çok sakit adam. Allah rəhmət. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Hamısı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Onun atasıyla bizim atamız əmşağıdır. Familiyamız ayrı olsa da bizim kökümüz paşalardan gəlir. İskəndərdən, yoxsa Yox. Bibimgilin, Rasibimgilin. Allah rəhmət eləsin. Amin. Sakit abi, rismetli. Tanşiyer İskəndər. Şöbə deyirdik. Kitabı şöbə. Hangi şehirlerden? Kardeşim de bu. İskəndər. Allah rəhmət eləsin. Aeroportda işləyirdi qardaşı. Keçən səfər gətirdik bunları basıda. Qəhrəmanımızdır. Sərvaz Kamil oğlu Kazım. Mənim mamam nəvəsidir. Çox qoçaq, igid. Belə mənəm deyən bir oğlan idi. Allah hamısına rəhmət eləsin. Gəlmişik səni ziyarət edirik. Ruhumuz şad olsun. Ay mam oğlu, ay mamam nəvəsi. Allah sizin hər ikinizə qəni rəhmət eləsin. Amin. Amin. Gözəl kişi. Allah rəhmət eləsin. Nur yağır kişinin üzündən. Bir baxın, Evet. Kazımov Kamilin şəklinə baxın. Həqiqətən. Uşaqların heç biri ona oxşamır. Yəni xarici görünüşünü deyirəm. Amma Adəmə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Adəmin demək olar ki, Oxşarlığı var idi. çox böyük hissəsi atasına oxşuyurdu. Bu məclis idarə etmə, zad müəyyən Bəli. xüsusiyyətləri zadı atası da bilirsiniz də və bizim Allah kəndin rəhmət eləsin. bütün toylarının padşahı olub. Belə padşah kimi də bir kişi idi. Allah rəhmət eləsin. Amin. Allah rəhmət Amin. Beşik olsun. Allah rəhmət eləsin. Qaqalayla İlqar, bunlar Bakıda dəfn olunub. Allah rəhmət eləsin. Bu Əfqan dayının məzarıdır. Allah qəlbinə rəhmət eləsin. Bizim əziz qardaşlarımız intiqamla vilayətlinin atası. Yeri Atası, beşik olsun. qardaşı.
qardaşı, anası. Anası, bəli, İllikdə, yəni atasının məzarıdır, o birlər Bakıdadır. Allah hamısına Hamısını rəhmət tanıyıram, yaxşı eləsin. insanlardır. Heç kimdən işi olan adamlar deyil. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Rəfiqə xanım yadımdadır, xəstəxanada işləyirdi, bəli. tibb bacısı idi, səhv eləmirəmsə. Düz. Çox mülayim, insanlar hamını yola verən bir qadın. Allah hər üçünə rəhmət eləsin. Amin. Əlimin arvadı o ilə cəhləm. Bilirsən, kimin anasıdır? Seyliyan yazılıb deyil. Məni bir çaşdıram. Elə bildim ki, Rəcəb dayının bilsən bir qızı rəhmətə gedibdim, Kərimin anası. Qıraqdakı kimdir? Bu Xurşud dayıdır. Yox, onu tanıdım. O bir şura daydı. Qağamgilin dayısı. Bayramov. Bayramov, Yaxşı kişiydi. Sağ Allah rəhmət eləsin, mərd kişi. Allah rəhmət eləsin. Hamısına Allah rəhmət eləsin. Xurşud dayıdır, yenə də Rizvan Talıbov, Allah rəhmət eləsin. Hər üçünü, yenə bütün hamısına Allah rəhmət eləsin. Amin. Amin. Bayramov Allah. Bayramov Allah verir. Atası ilə anası. Atası, o da bacısı Məruzə, Allah rəhmət eləsin. O Püstə, o Elman Məlimgilin evinin yanında qaldı. Bu Cahan xalanın anası Püstə. Püstə xalan. Əhməd kişiylə qonşuydular. Həsən Düz. Talib dayı, Malka xala, Allah rəhmət eləsin. Nə edir? Dünyasını dəyişdim. 12 yaş. Novruz bayramı günü. Novruz bayramı günü. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Böyüklər. 12 yaşında uşağı itirmək ağır işdir. Bu Əliş dayının yoldaşıdır. Bir aydın. Siz bir aydın yardım yaxşılanırsınız. Yo, mən ikisini də tanıyıram. Vaqif bizimdir. Vaqif sizinlə oxuyurdu. Bir daha da Mingəçevirdədir. Bizdən bir sinif aşağı o. Amma dağını çox tanıdım. Mücadini. Yo, bir daha tüysüz. Allah rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Amin. İndiki kimi yadımdadır. O faciəli gün, o ağır gün. Sənin rəhmətə getdiyin gün. Allah qəni rəhmət eləsin yenə də. Şahmar dayıma da, Mahmər Malma da, Şaxıya da. Şaxıya da, elə ocağımızdan köçənlər hamısı. Hamısına Allah rəhmət eləsin. Hamısına Allah qəni rəhmət eləsin. Amin. Dayılarının üçü də dünyasını dəyişdi. Yerləri behişt olsun. Amin. Həmçinin cavanlardan elə, əzmə də Allah qəni rəhmət eləsin. Yəni, dəxli yoxdur, hamısı bizimkidir. Bəli. Yeriniz behişt olsun. Səndəkin ayrı bir oğul da, ayrı bir əvəz olunmazlardan. Yerin behişt olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bu Seyir Şamamadır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Onda ortadakı Seyid Rəzidir yəni. Elə oldu. Allah rəhmət eləsin. Hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Bizim milli qəhrəman Kazım baba. Allah qəni rəhmət eləsin. Amin. Kazım baba. Anamın atası. Allah rəhmət eləsin. Biz görməmişik. Mənim yaşımdan qabaq rəhmətə gedib. Anam gel həmişə deyir ki, ağzı Quranlı atamız. Həqiqətən də Kazım baba gözəl Quran oxuyan insanlardan biri olub. Atası da ki Məşədi İsmail, əmsi də ki Məşədi Salah. Məscidimizin o vaxtı qurulmasında, orada azanların səslənməsində böyük rolları olubdur. Kazım baba da həmişə gözəl Quran oxuyur. Allah rəhmət eləsin. Amin. Kazım baba. Allah rəhmət eləsin. Amin. Qardaş. Dünyası dəyişənlərimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün gəlib qəbirlərimizi ziyarət edirik. Bərpa edirik. Allah şəhidlərimizə qəni rəhmət eləsin. Amin. Bu günlərdə biz gəlib öz əzizlərimizin əgər qəbirlərini ziyarət edib, bərpasını eləyə biliriksə, bu günlərimizə görə ilk öncə şəhidlərimizə, sonra da ordumuza borcluyuq. Ordumuza can sağlığı, şəhidlərimizə də Allah qəni rəhmət eləsin. Amin. Qardaş, Allah rəhmət eləsin Elman əmi. Rəhmət eləsin. Bütün qəbirstanlar əhlində Allah rəhmət eləsin.
Qazilərimizə can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun. Cəmin Oruz Gəlib əlinə Allah əzizlərimizi rəhmət gördük eləsin. burada. Yerləri behişt olsun. Amin. Mən 76-cı ildə mənim yadımdadır nənəm dünyasını dəyişməsi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. O vaxtı sizin həyatda götürüldü yaz mərasimi. Allah yəni rəhmət eləsin. Ağam, xanəm, ödürməm, mahmamam, yəni övladlarla dünyası dəyişib Allah rəhmət eləsin. Amin. Mənimdəki öz şirinliyi vardı, öz uşaq olsaq da indiki kimi yadımdadır. Nənəmin həmişə görərdin ki, bir özəl bir xüsusiyyəti var idi. Çəpərin üstündən təzə elə bil ki də yağmış qar o qədər xoşlayardı ki, qar yeyərdi. Bax elə ki, susuzluğunu onu. Allah rəhmət etsin. Fədakar ana olubdu, fədakar. Müseyib babam biraz sezilmiyasın dəyişib. Övladları, 3 oğul, 1 qız. Allah rəhmət eylesin hamısına. Boya başa çatdı. Onların hamısının qara qoftaları var, Seyrapan nemində. Onu da cibinin eşibini çıxartdı. Dedi ki, ala, yedizdir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hamısına. Ama Gözəl nənələrimiz. Allah rəhmət eləsin. Həm oğlum, bax, burada çəkirsən. Bax. Mənim yadımdadır. Burada dəmir raşotka var idi. Dəmir raşotka var idi. Bax, təxminən, bax, burada da daş var. Bax, burada, bunun birində, burada Bəyoğlanın məzarı olmalıdır. Bax, səhv eləmirəmsə, Bəyoğlanın məzarıdır. Bir tərəfində də, səhv eləmirəmsə, o tərəfində idi, ya bunun böyründə. Zabilində. Körpə balaları, Allah hamısına gələn rəhmət eləsin. Allah rəhmət eləsin. Bax, bunun böyründə raşotkası var idi. İndi əlbəttə ki, o raşotkanı mümkün deyil. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məzar. Camal kişiydi. Camal kişi, Bunlarla da Qağamla bir iş yoldaşlıqları olubdu. Qağam həmişə söhbət edirdi. Allah rəhmət eləsin. Rəhmətli bu da sakit insan olubdu. Belə mülayim insan olub. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qasımov Bəşir, müxbir oğlu. Oy. Müxbir də. Allah sizə rəhmət eləsin. Qabil ay rəfiqə. Allah rəhmət eləsin. Vatana yeriyiz. Ay. Bu da bizim dağlar. Allah rəhmət eləsin ay şükür. Allah rəhmət eləsin Aylqar. Atan Şura kişiyə, anan Nabat xalıya. Allah qənə rəhmət eləsin. Allah rəhmət eləsin hamısını. Getdik hamısını. Kazım babam da, Fürzə nənəmdir hamısını. Tək gələcəm, motoru da gətirəcəm. Gelib o daşı, tamam, şpakıram, ağardacam. Şeydə, çox da şey var, ağaqda olacaq daş. Ondan sonra da bir dənə karkas qırıq qoyacam ora. Havası palkısın qatında. Betonla marşur. Bu şəkil elə vurmaqda. Qəşəng. Yəni onun ən gözəl yolu. Səlqəli formada. Daşın üstədə. Camal babanın şəkildə o Burama öz daşından vurmuşam da çəkilmiş. Elə orada çəkilmiş şeylərdə dedim. Rəhmətli Qağamla onlar iş yoldaşı oldular bir ara. Çox mehriban yoldaşlıqları olub. Allah hamısına rəhmət eləsin. Allah ölənlərimizin hamısına rəhmət eləsin. Büyün əziyyət keçənlərin Allah canı sağ eləsin. İlhama Allah can sağlığı. Nə bilim, Allah atasına, babasına, atası da müəllimiz olub, babası da müəllimiz olub. Allah qəni rəhmət eləsin. Büyündəki sən, büyün yox elə həmişə əziyyətimiz çəkirsən. Allah canını sağ eləsin. Şəkildik biri. Allah bütün büyük kömək eləyənlərin, işləyənlərin Allah canını sağ eləsin. Sən də sən işıqlandırırsan. Qiyaməttin qardaşımızlar, yəqin ki bunu tarixə
həkk eləyəcəkdir. Allah Yahmədin də canı sağ eləsin. Bax belədir ki, elə bir də çəkib görünə keçək. Bugünkü işdən həqiqi gəlir, gözəl, səliqəli şəkildə çox qəşəng bir iş alındı bugünkü. Elə bir en azından o yağışa baxmayaraq yaxşı bir səliqəli iş gördük. Allah hamınızın köməyiniz olsun. Çay bir mat istədi, gəlin.